videomda Telegram kursumuz haqqında sizə ətraflı məlumat vermək istəyirəm. Deməli, kursumuz 3 səviyyədən ibarətdir. A1 başlanğıc səviyyə, A2 B1 orta səviyyə, B2 C1 isə artıq mürəkkəb mövzularda sərbəst şəkildə fikirlərinizi ifadə edə bilirsiniz. Bu kursu siz səviyyələr üzrə də əldə edə bilərsiniz, bütöv paket şəklində də. İndi isə keçək self-study kursumuza. Deməli, gördüyünüz kimi burada fərqli bölmələr var. Səsli analizlər, əlavə mövzular, tapşırıqlar, video dərslər. Deməli, daxil oluruq video dərslər bölməsinə. Burada YouTube linkimiz paylaşılıb. Daxil oluruq bu linka və gördüyünüz kimi dərslərimiz paylaşılıb. Deməli, ümumilikdə burada 55 dərs var. Amma mən dərsləri səviyyələr üzrə təbii ki bölmüşəm. Və burada birinci kurs var. Bu kursdakı dərslər A1 səviyyəsi üçün nəzərdə tutulan 17 video dərs paylaşılıb burada. Gördüyünüz kimi. Daha sonra kurs 2. Deməli, bu artıq A2 və B1 səviyyələri üçün nəzərdə tutulan dərslərdir. Burada isə 20 video dərsimiz var. Daha sonra isə başlayır artıq razgovorный urok, danışıq proqramı. Artıq siz qrammatikanı tam mənimsəyəndən sonra, artıq tam sərbəst şəkildə cümlə qura biləndən sonra biz keçirik danışıq proqramına. Burada artıq qrammatika izah olunmur, sadəcə danışıq dərsləri olur. Deməli, burada 15 video dərs paylaşılıb. Burada fərqli mövzularda suallar verilir və siz həmin sualları səsli şəkildə cavablandırırsınız. Və daha sonra dinləməni və danışığımızı daha da inkişaf elətdirmək üçün 2 film paylaşılıb. Həmin filmləri biz izləyirik. Daha sonra orada paylaşılan sualları səsli şəkildə cavablandırırıq. İndi isə keçirik tapşırıqlar bölməsinə. Hər dərsin özünə aid tapşırıqları var. Baxın. Deməli, başlayırıq kurs 1-dən. Birinci dərsin sözləri PDF şəkildə paylaşılır. Daha sonra ikinci dərsin tapşırığı. Baxın, məsəl üçün bizim ikinci dərsimizin mövzusu təsirlik halının şəkilçilərinin cümlələrdə tətbiq olunma qaydasıdır. O mövzunu siz izləyirsiniz. Daha sonra başlayırsınız həmin mövzuya aid bu cümlələri tərcümə etməyə. Hər dərsin özünə aid tapşırıqları var. Bəzi dərslər var ki, onların tapşırıqları olmur. Onu da nə məqsədlə edirik? Daha yaxşı təkrarlayıb köhnə mövzuları daha yaxşı mənimsəmək üçün. İndi isə daxil oluruq səsli analizlər bölməsinə. Hər tapşırığın öz səsli şəkildə analizi olur. Yəni, bəzi tələbələr sual verirlər ki, bəs biz necə biləcəyik ki, bu cümlələri düz tərcümə etmişik, ya səhv tərcümə etmişik? Hər tapşırığın öz səsli şəkildə analizi olur. Məsələn, birinci dərsin tapşırığının səsli şəkildə analizi. Hər birini özüm səsli şəkildə cavablandırıram. Ətraflı bütün səhvləri, doğruları izah edirəm. Daha sonra isə keçirik PDF-lar bölməsinə. Deməli, burada fərqli ifadələr, sözlər paylaşılır. Məsələn, daxil oluruq birinci. Slang slov и выражений. Baxın, burada çox işlənən gündəlik slanglarımız var. Məsələn, kruto, klasno, jest, tipa. Ən çox danışıqda istifadə olunan slanglar. Daha sonra isə keçirik kreativ rus ifadələrinə. Məsələn üçün, nə olar, nə olmaz. На всякий пожарный. Daha sonra burada var feillərin məstər formaları. Danışıqda tələbələrin ən çox çətinlik çəkdiyi mövzu, feillərin məstər formaları. Ümumiyyətlə, siz nə qədər çox feil bilsəz, bir o qədər sərbəst şəkildə fikirlərinizi ifadə edə biləcəksiniz. Mən bunu bütün tələbələrimə deyirəm. Dialoqlar, 500 söz faylı. Baxın, burada hər səviyyə üzrə 500 söz paylaşılıb. Burada həm A1 üçün, həm A2 B1 üçün, həm də B2 C1 səviyyələri üçün nəzərdə tutulan bütün 500 söz faylı. Bunları siz eyni zamanda printerdan çıxarda da bilərsiniz. Daha yaxşı mənimsəyib, daha yaxşı rahat öyrənmək üçün. Kökdən dəyişən istisna feillər. Daha sonra isə daxil oluruq əlavə mövzular bölməsinə. Burada artıq mikro qaydalar paylaşılıb. Əsas qaydaları mənimsədikdən sonra artıq keçirik mikro əlavə mövzulara. Baxın, bunlar da bu bölmədə paylaşılıb. Yəni, ümumilikdə götürsək, bu kursa hardasa 70-80 video dərs daxildir. Yəni, siz bu paketi əldə etdiyiniz zaman sərbəst şəkildə rahat fikirlərinizi ifadə edə biləcəksiniz. Bunun mən 100% qarantiyasını verirəm. Çünki mən bu proqrama özünüz də gördüyünüz kimi danışığınız üçün lazımlı olan hər bir şey daxil etmişəm. İstər PDF sözlər olsun, dialoqlar olsun, ifadələr olsun, mikro qaydalar olsun, əsas qaydalar, tapşırıqların səsli şəkildə analizi. Yəni, siz də rahat şəkildə, əziyyət çəkmədən, kursa getmədən, onlayn dərslərə qoşulmadan, rahat qrafiklə
rus dilini öyrənmək istəyirsinizsə, o zaman self-study paketini əldə etməyə tələsin. Ətraflı məlumat əldə edib kursa qoşulmaq istəyən tələbələr tab linkimizə keçid edib bizə yaza bilər.